Kərbəlaya baxın, Kərbəla hardadır? Mədinədən gələndə birinci Nəcəfdir, Küfədir, sonra Kərbəladır. Heç sual verməmişsiniz özünüzə ki, İmam Hüseyin Küfəyə gedirdi, gedib Kərbəlaya, Küfəni keçib getməlisən Kərbəlaya. O səmtdən gələndə. Niyə görə? Bəs niyə Kərbələdaydı İmam Hüseyin? Çünki icazə vermədilər Küfəyə daxil olsun. İmamın üzünə şəhərin yolunu bağladılar. Adam necə pərt olar, ailəsi uşağı ilə gələ, qapının üzünü açmayalar. Bəs Mədiniyə niyə qayıtmadı Peyğəmbər şəhərinə? Orada qoymadılar getməyə. Səhraları dolanır. Səhraları dolanır. Bəs sual verirəm, niyə Kərbəlada dayandılar? Çünki gördü orada su var. Fərat çayı var. Uşaqlar səhrada suyun yanında dayansınlar ki, susuzdan ölməsinlər. Bu karvan hərəkətdədir. Artıq görsən, ağlamaq səsləri gəlməyə başladı məclisdən. Bax, budur Hüseynin möcüzəsi. İmam Hüseynin möcüzəsi budur. Yeryüzünün cənnət sakinlərinin kərvanıdır bu. Yeryüzündə cənnət sakinləri hamısı toplaşıb bu kərvana. Cəbrail bu kərvanın xidmətçisidir, mələklər xidmətçisidir. Heç vaxt bu qədər parlaq insan bir yerə toplaşmayıb, bir kərvanda olmayıb. Hərəsi bir günəşdir, parıldayır. Bəni Haşim cavanları, xanımları dövrəyə alıblar, onları qoruyurlar. İmam Hüseyin gördü ki, atı hərəkət eləmir, Zülcanah dayandı, at dayandı. Yazırlar və nəzərə ileyhim və bəka. Hüseyin baxdı xanımlara, gözaltı və ağladı. Göz yaşı tökdü. Bu karvanın ən qoca adamlarından birini çağırdılar. Bu yeri tanıyırsan, bu yerin adı nədir? Dedi, Neynəva, Şəddül Furat. Dedi, başqa bir adı yoxdur. Dedi, ağa var, bir adı da var, Kərbəladır. Dedi, Kərbəla deyəndə biraz ucadan ağladı İmam Hüseyin. Dedi, yükləri boşaldım, bura Kərbəladır. Bu, babam Peyğəmbərin xəbər verdiyi, atam Əlinin dediyi yerdir. Anam Zəhra vəsiyyət eləyəndə atama nə dedi? Dedi ki, uşaqlarımı sənə tapşırıram və Kərbəla